22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük dəyərli izləyicilər. İrəvan Ankara ilə danışıqlar üçün yeni xüsusi elçi təyin etməyə tələsmir. Ola bilsin ki, artıq ona ehtiyac qalmadığı üçün. Publikas xəbər verir ki, bu fikirləri şərqşünas və Orbeli mərkəzinin eksperti Armen Petrosyan Sputnik Armeniyaya verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə tərəflər arasında yeni əlaqə imkanları yaranıb və digər qurumlar vasitəsilə ünsiyyət qurulub. Məlum olduğu kimi Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi vəzifəsi Ruben Rubenyanın parlament sədri seçilməsindən sonra boş qalıb. İyulun 30-da baş nazir Nikol Paşinyan jurnalistlərə açıqlamasında Ermənistanın yeni danışıqçısının namizədinin hələ müəyyən edilmədiyini bildirib. O, Türkiyə ilə mövcud qarşılıqlı əlaqə formatı çərçivəsində necə hərəkət edəcəyini, hansı məntiqə və hansı formata əməl edəcəyini müəyyən etməyin vacibliyini bildirib. Petrosyanın qeyd etdiyi kimi 2021-ci ildə xüsusi elçilər təyin olunanda ölkələr arasında əlaqələr sıfır vəziyyətində idi. Lakin indi həm rəhbərlik, həm də xarici İşlər Nazirlikləri səviyyəsində əlaqələr qurulub. Normallaşma qismən davam edir, qismən də Türkiyənin ilkin şərtləri səbəbindən dondurulub. Bununla belə Azərbaycan normallaşma prosesində əsas amil olaraq qalır. Ankara-İrəvanla dialoqu Ermənistan-Azərbaycan danışıqlarının nəticələri ilə şərtləndirməyə davam edir. Ankarada qəbul edilən qərarlara Bakının güclü təsirini nəzərə alsaq, ekspert hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması danışıqları əsasən texniki xarakter daşıyır. Müsahibin fikrincə, bu baş nazirin yuxarıda qeyd olunan açıqlamasını izah edə bilər. Şərqşünas bildirib, əhəmiyyətli bir problem var və bu Ermənistan-Azərbaycan prosesi səbəbindən İrəvan və Ankara arasında əsas razılaşmaların həyata keçirilməməsidir. Bu arada Bakı İrəvanla münasibətlərdə şərtlərini qəbul etdirmək üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasından güclü bir vasitə kimi istifadə etməyə davam edir. Petrosyan İrəvanın Ankara ilə normallaşma prosesini Ermənistan-Azərbaycan məsələsindən ayırmamasını məntiqli hesab edir. Türkiyə və Azərbaycanın mövqelərinə təsir edən çoxsaylı geosiyasi amillər var və Ermənistan amilinin bununla heç bir əlaqəsi yoxdur. Ermənistan tək başına öz mövqeyi, məqsədləri və siyasəti ilə Türkiyə-Azərbaycan münasibətlərinin konfiqurasiyasına təsir göstərə bilməzdi. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.